Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allah'a hamdolsun, onun sonuncu Peygamber Muhammed sallallahu aleyhi ve sellem Allah'ın salamı olsun, salavatı olsun. Onun yolunu düzgün şekilde tutup gelenlere Allah'ın salamı olsun. İlk önce kardeşlerimi salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Lakin kısa, inşallah, bazı meseleler var istedim toxuna. Ve bilmək lazım ki, kardeşler, Allah'a hamdolsun, Allah Teala bizi öz şərəfli dini ilə şərəfləndirib. Özünə səcdə etməklə, özünə ibadət etməklə, elhamdülillah, Allah Teala möminləri və müsəlmanları ucaldıb. Bu Allah'tan bizə böyük bir minnətdir, həmçinin nemətdir. Lakin bilmək lazımdır ki, tək ibadətlərlə bitmir. Elə bəzi şeylər var ki, təhlükəli məsələlər var ki, hətta ibadət edən insanların içində bu təhlükəli məsələlərə fikir verilməlidir. Bunlar gizlin məsələlərdir. Əksəriyyəti qəlbi məsələlərdir. Onlardan bəziləri, qardaşlar, əgər Allah Teala sənə öz ibadətlərindən hansısa bir ibadəti asanlaşdırıbsa, sən o ibadəti etdikdən sonra və yaxud da o ibadəti edərkən o ibadəti etməyənlərə yuxarıdan aşağı baxmaq təhlükəsi. Buna ucub da deyirlər. İnsanın öz əməlinin özünün bəyənməsi və o əməli etməyənləri yuxarıdan aşağı görməsi. Və bu böyük bir dənə təhlükədir. Bu şeytanın ən gizli qapılarından bir qapıdır. Bəzən görsən ki, insan sədəqə verir, sədəqə verməyənləri yuxarıdan aşağı baxır. Allah Teala ona müvəffəq edib sübh namazın daimi gəlməyə, görsən ki, gəlməyənləri yuxarıdan aşağı baxır. Görürsən, Allah Teala'nın evin xüsusi insanlar var. Görürsən ki, hər dəfə onlar təmizlik yaparır Allah Teala'nın evində. Hətta dəstəmazxanada, ayaq yolunda görürsən ki, o insanlar xüsusi insanlardır. Allah Teala müvəffəq edib o işləri ona asanlaşdırır. Görürsən, yüzlərlə, minlərlə insanların içində o 3 nəfər, 5 nəfər eləyir o işləri. Lakin, qardaşlarım, o insanlara da şeytanın bəzi təlbisləri ola bilər. Allah qorusun, insan diqqətli olmalıdır. Əgər Allah Teala hər hansısa bir əməli fərqi yoxdur, xeyirdən, ibadətdən olan bir əməli sənin üçün asanlaşdırıbsa, insanlarda yuxarıdan aşağı baxma. Bəzi yerlərdə fikir verirsiniz, görürsünüz ki, birinci səhvin davası gedir, qırğını gedir. Vallahi neçə dəfə olub, qardaşlar, əziyyət çəkiblər, hansısa insanı görürsən ki, dəvət ediblər, hansısa bir cahili dəvət ediblər, gətiriblər məscidə və istəyiblər ki, onu birinci səhvə çəksin. O birinci səhvdə o başqası üçün otur tutan adam elə kobudcasına elə bir rəftar edib ki, o adam küsüb gedib daha gəlməyib. Vallahi bir yaxında qardaşlar danışdı. Xaricdən bir dənə qardaş gəlib, şəhərdən məscidlərin bir məscidə gedib, yarım saat fikirləşib ki, sübhdən qabaq tez gedib məscidə. Gedib ora, birinci səhvdə dayanıb, biraz gecə namazı qılıb, əzan veriləndə gəlib ona deyiblər ki, söz də deməyib. Buna deyib ki, keç arxa sıraya, belə, əlinlə işarə edib ki, dala, arxaya. Bu da heç nədən başa çıxıb, deyib ki, başa düşmədim, mən çoxdandan gəlmişəm, 1 saatdır mən buradayam, yəni necə yana arxa? Deyib, yox, sən burada qabaqcadan osur tutmuşsan, SMS yazmışsan, nə bilim, kiməsə yeri saxlatdırmışsan, bu da kövrək adam ağlamaq tutub bunu. Deyib, da sən qonaqsan, bu səfər deyəm, bir də belə səhv eləmə. Təsəvvürlə, qardaş. O gedib öz yerində nə danışacaq? Sənin cəmatından, sənin məsciddən gedib nə danışacaq? Hansısa qardaşda görürsən ki, məscidi təmizləyir. Məscidi təmizləyir. Təmizləyən anda kimsə gəlir içəri məscidi namaz qılmağa, görürsən ki, kovud rəftar eləyir. İndi gəlməyə vaxt tapdın, indi gəldin, keç o tərəfdə qıl, keç bu tərəfdə qıl. Allah Teala bu xeyri sənə müvəffəq eləyibsə, sənin üçün asanlaşdırıbsa, əlhəmdülillah, vallahi bu Allahdan sənə böyük bir nemətdir, minnətdir. Bunu Allahdan özünə böyük bir nemət bilginə, şükürlə insanlara aşağı gözlə baxma, acılama insanları. Hətta o vəzifələrdən biri, məscidin ayaq yolusu olsun belə. Əgər oranı da təmizləmək şərəfi, sənə o şərəfə nail olmuşsansa, ora girənləri tez azlama. Niyə indi girdiniz? Qutarıb işə namazı qutarıb gəlməyin və s. Bu şeylərə, qardaşlar, diqqət etmək lazımdır. Və istədim, qısa bu məsələləri toxunum. Çünki əgər insan bu ibadətləri, bu neməti özündən görsə, insan həlak olacaq. Vallahi bu Allahdan minnətdir. Bunu Allah Teala asanlaşdırır sənə. Allah Teala bu ibadətləri sənə eləməyə müvəffəqliyib. Qorxucunan neçə insanlar var, onu eləyə bilmir, sən eləyirsən. O insanların yerində olarsan, eləyə bilmərsən sonra. Vallahi sən arkada
arxa səfdə namaz qılıb, təzə gələnə dəvətlə olunan bir insanı təzə qabağa çəkməyin, onun qəlbini xoş eləməyin. Vallahi o səsin ondan da daha savablıdır, daha xeyirlidir. Ona görə bəzi ariflər deyirdilər ki, fitnədə baş olmaqdansa, xeyirdə quyruq olmaq ondan yaxşıdır. Bu işlərə aiddir bu. Xalid bin Valid radiyallahu anh ölüm ayağında olanda yaşlı sahabələr gəldilər ziyarətə ağlayırdı. Dedilər, ey Xalid, niyə ağlayırsan? Axı Allah Taala sənin əli ilə fəthlər eləyib. Allah Taala sənin əli ilə qapılar açıb İslam üçün, müsəlmanlar üçün. Daim döyüşmüsən, öndə olmusan. Deyir, vallahi mən bilirəm söz dediklərinizin hamısını. Bədənimdə qılınc, nizə dəyməyən bir yer yoxdur. Lakin dəvələrin öldüyü kimi öz yatağımda ölürəm. Şəhidlik mənə qismət olmadı. Sahabələrdən biri deyir ki, ey Xalid, sən bilmirsən, Muhammed sallallahu aleyhi ve sellem dedi ki, əgər niyyətində şəhidlik, şəhadət varsa, yatağında ölsün belə sən şəhidsən. Sənin qəlbində o birinci sıra varsa, yetişməmsənsə, dur arxada, Allah Taala verəcək o savabı sənə. Amma insanlara əziyyət vermə. İnsanların qəlbini xoş elə. Ədəb göstər, əxlaq göstər. Vallahi ondan çox savab qazanacaqsan. Bax, Allah sizə bərəkət versin, qardaşlar. Barakallahu fikum. Allah Taala bizə eşitdi faydalardan eləsin. Və sallallahu aleyhi və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcməin. Allah razı olsun.